Hicabın dində hökmü nədir? Vacibdir. Vacibdir. Bəli. Quranda da ayələri də var. İzah da vermişəm, onlara baxa bilərsiniz. Bəli. Deməli, salam hacılar. Mən bir burada tövsiyə edeyim. Bəli. Görürsünüz, indi kimsə hicaba riayət eləmir. Heç olmasa deməsin, hicab boş şeydir. Bu, Allahın hökmünə boş şey demə. Allahın bəyənmədiyi bir şeydir. Yəni, adam bəzi vaxtda bir şey eləməyəndə deyib, belə bir şey yoxdur. Baxın, şeytan hilələrindən biri bu ayəsində deyim sizə. Deyir, İnnəmə ya'murukum bis-su'i vəl-fəhşə və təqulu aləllahi mə la ta'ləmun. Şeytan birinci insan su, kiçik günaha dəvət edər. Sonra deyir, əl-fəhşə, böyük günaha dəvət edər. Hədisdə var, böyük günaha gedən yol kiçik günahdan keçir. Sonra bunu ilə qutarar, deyir, yox, ən təqulu aləllahi mə la ta'ləmun. Səni didizdirmək istəyər ki, dinən ki, bu günah deyil. Ora qədər. İnsanı çıxartmaq istəyir bəndəçilik libasından. İnsanı nəinki günah etdirmək istəyir şeytan. İstəyirsin ki, deyilən bu günah deyil, boş şeydir. Kim deyir buna deyil günahdır? Kim deyir səlam almaq olmaz? O da ticarətdir. Kim deyir namaz, ürəyin təmiz olsun? Kim deyir qiyamət? Kim deyir hicab? Belə danışma. Məhz şeytan elə istəyib, bu da ora qədər gətirib çatırsın.